Marketdən aldıqlarımı indi sizlərlə bir-bir görüşəcəm. Görün nə qədər məhsul almışam və nə qədər pul xərcləmişəm. Bu qədər şeyə. İçində də ancaq abur-cubur, yəni fərqli bir şey yoxdur. Çox sevdiyim Kinder markasından belə bir şey almışam. Mən çubuq xəstəsiyəm, bildiniz. Amma bunun biri var qovrulmuşu, biri var qovrulmamışı. Qovrulmuş çubuq aldım. Ən sevdiyim Kinder markasından belə bir peçenya aldıq. Uşaqlar ürəyi gedirdi bu pişmədən ötürü. Yəqin ki, bildiniz, kinoya xas olan bir oyunun parçasıdır. Squid Game kinosuna məxsus olan belə bir peçenyadır. Bəylərin ürəyi gedirdi ki, bunu açsın, baxsın. Belə bir formadadır. İçərisində də belə peçenyası və iynəsi. Hansı ki, deşirsən ki, kənarları partlamasın, çatlamasın. Bu oyuna məxsus idi. Yəqin ki, bir çoxunuz bilirsiniz. Bilməyənlər üçün də videosunu yerləşdirəcəm, baxarsınız. Bunu aldıq. Bilmirəm neçə, amma sonda deyəcəm, çünki çox şey almışam. Deyim də sənə 18 manat. Bu 18 manat idi. Bunu rəfiqəm İsraildən gələndə Lütfildən almışdı. Çox ləzzətli idi. İçərisində ağ şokoladdan idi. Belə bir peçenya Kinderə aiddir. Mükəmməl dadı var. Ona görə görən kimi buradan da aldım. Sonra bu Takis. Məşhur Takis. Uşaqların beyninin başını xarab edən, acılığından yaxın durmağa olmayan bir chips idi. Çox acıdır, tuşməzə, belə bir dadı var. Sonra bunu Emilia görüb YouTube'dan o hardasa, nə bilim, bunu belə fırladırsan, düşür hansısa rəngin üzərinə. Burada deyir ya bananlı dadı, sarı rəng ya banan dadı verəcək, ya yumurta dadı. Belə bir oyundur. İçərisində də balaca şəkərlərdir. Sonra heç Türkiyədə yox idi. Dubai şokolatı aldıq. Sonra bəylər görən kimi dedi, yenə də bu YouTube'un bir parçası, bir qurbanı Mr. Beast'in belə bir şokolatıdır, viral olub, onu aldım, amma dadına baxdım, uşaqlar açmışdılar, çox ləzzətli idi bu arada. Qoyuram, Emili içərsən uşaqların artıqdır çaydan. Kinderlərə alar-almaz bu vəziyyətə düşürdülər, amma təəssüf olsun ki, üstü yeyilmədi, içərisi zibildə Əli Rafaelanın bu seriyasına. Qazı verəsən mən onunla çay çayam. Xeyr, sən orada Mr. Beast'in zəhmət olmasa bununla sevgirim. Bunları yəqin ki görmüsünüz. İçində buğdalı Kinder plitka şokolatdır, ağ şokolatdan qarışıqdır, çox dadlıdır, ləzzətlidir. Dənə ilə satılırdı bu. Mən quram, bunun birini aldırıblar, indi baxar birinə var. 2 dənə götürdülər. 20-də yəni. Çiyələyin qoxusu bura gəlir. Amma qoxusu qəşəng gəlir. 18 manat səbəblərsə bu qədər. Belə bir konfet aldım. Bunların dadları çox qəşəngdir. Qarışıq daddadır, moruqlu, bözgənli, çiyələkli. Bu qədər bir şeylərə biz verdik 360 nəfər pulu. Bunu da Azərbaycan manatına çevirəndə 175 manat pul tutdu. Yəni biz taksiyə 15 manat gediş, 15 manat dönüş, 30 manat taksiyə verdik. 200 manata bizə bir dənə çölə çıxıb marketdən Simiçka adıyla otelimizə qayıdacaqdıq ki, 200 manat Emin büdcəsinə zərər atıldı, oyuncaqları. Bax, budur, mənim uşaqlarım malından elədilər, qoyunlar özüm yiyəcək. Yəni, ürəyim gedir Kinderdən ötürü. Ağ şokolatlı peçenyalardan. Ağ şokolatdan ötürü ürəyim gedir. Ona görə də ağ şokolata aid olan bütün peçenyaları da sevirəm. Heç Azərbaycanda Pringles yoxdur. Və burada cüt Pringles aldıq. Azərbaycanda o qiymətlidir də. Pringles, doğrudan. Bu da uyğun, 5 manatdır. Burada Bakıda 10 manat. 9 manat. Burada 3 dənəsi, deyim də sənə. 10 manat idi 3 dənəsi. 3 dənəsi 12 manat. 43 qəpər idi. 43. 43 deyil, 23. 23, baxışda 23. Belə bir powerbank aldım, bu powerbankda 20.000 şarj edir. Endirmə düşmüşdür. Hardasa 80 manatdan. 30 manatdan. Göy yaxşıdır. Amma ağırlığı qəşəng. Ağırlığı, hə. Ağ şokolatın bir tayı buradan çıxdı. Basımçı qaldım, buraya məxsus. Dadını bilmirəm, birazdan baxacağım. Belə bir Rafaelanın ağ plitka şokolatını gördüm, görər-görməz aldım. Çünki dadını bilmirəm. Kakosla ağın qarışığı olan bütün yeməkləri çox sevirəm, həssasiyəm. Ona görə də Əli Rafaelanın bu... Gələndə keyf veririk bizə. Sorry. 35 manat oldu. 35 manatı keyfçi, 230, orada da nəsə uşaqlar dondurma aldılar, 250 manat. Əsərdir abi. Yaxşıdır. O qədər yol gəlibdir burada. Amma bizim çiyələklərin yeri. O bir sən nə qədər ona dərman vurulub indi, o bir sən nə qədər yol gəlir. Elə bir kəpəkdir. Burada elə bir şey hamısı xarici ölkələrdən gəlir. Niyə Zəhralıda bilə bilməz? Hə? Zəhralıda bilə bilməz. Mümkündür. Böyle bir möcüzə. Dostlar, bunu göstərməyi unutmuşam. Bu da var idi. Soyuducudaydı deyə